geniş miqyaslı dezinformasiya kampaniyası tətbiq edəcək. Sabit prokuroru Luis Ocampo Azərbaycana qarşı yeni sistemli təzyiq mexanizmi qurmağa çalışır. O, ermənipərəst fəaliyyətinin daha effektiv olması üçün süni intellektdən strateji tərəfdaş kimi istifadə etmək niyyətindədir. Mənim üçün növbəti addım bunu lazım olan qaydada həyata keçirmək məqsədi ilə süni intellektdən istifadə edəcək bir platformada necə təşkil edə biləcəyimi görməkdir. Beləliklə, mən San Paulo Universiteti ilə Fizika Fakültəsində süni intellektlə bağlı bir layihə üzərində işləyirəm. Və indi mən İspaniyada bu cür şirkətlərlə əlaqəsi olan bəzi dostlarımla vaxt keçirdim. Biz Ermənistan layihəsinin süni intellektdən istifadə edən bir şirkətin pilot layihəsini müzakirə edirdik. Başqa bir söhbətində isə Ocampo niyyətini daha detallı açıqlayır. Sonra dedik, gəlin Dağlıq Qarabağla məşğul olaq. Çünki məndə çoxlu məlumat var. Biz Dağlıq Qarabağ üzərində işləyirik. İndi mən bunu akademik bir məhsul kimi görürəm. Bu akademik bir layihədir və mən bundan maksimum yararlanmalıyam. Beləliklə, mən sərhədləri aşan, burada istehsal etdiyimiz məlumatı siyasətçilərə, qərar qəbul edənlərə çatan bir formaya çevirən şirkət qurmağa çalışıram. Daha çox üzdə olmaq üçün o, əsas mediaya, sosial mediaya çatmalıdır. O, həmçinin digər akademiklərə də çatmalıdır ki, möhkəm əsaslı olsun. Erməni lobbisinin sifayişi ilə çalışan sabit prokurorun niyyəti Qarabağ və qondarma erməni soyqırımı mövzularında saxta və təhrif olunmuş məlumatlar toplayan və yazan süni intellekt modeli yaratmaq, sonra da bu modeldəki məlumatları media, sosial şəbəkələr və siyasi institutlar vasitəsilə yaymaqdır. İnformasiya və kommunikasiya texnologiyaları üzrə mütəxəssis Eydin Abbasov deyir ki, ermənilərin əvvəllər apardıqları informasiya kampaniyaları indi süni intellekt vasitəsilə həyata keçirilməyə çalışılır. Çox uzun illərdir erməni lobbiçiliyi Avrupa'da, Amerika'da geniş faaliyeti